Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlərim. Bugünkü dərsimizdə biz iş dərsimizdə sammitlərə qədər olan hər bir şeyi mən dənə-dənə izah etdim və bir də belə bir izah şəklində ataram ki, evdə rahat şəkildə oxuyub qulaq asasınız. Demək demişdik ki, dilçiliyin müxtəlif bölmələri var. Fonetikadır, leksikologiyadır, morfologiyadır, sintaksisdir və s. Və bunlar sadədən mürəkkəbə doğru, kiçikdən böyüyə doğru sıralanır. Məsələn, biz fonetikada nəyi öyrənirik? Fonetikada səsləri öyrənirik. Sonra leksikologiyada sözləri öyrənirik. Morfologiyada nitqsələrini, sintaksisdə isə söz birləşməsi, cümlələri və s. öyrənirik. İndi isə biz başlayaq fonetika bölməsindən. Fonetikada dilçiliyin bir bölməsi olur. Dildəki danışıq səslərini öyrənən, onların əmələ gəlməsini, inkişafının xüsusiyyətlərini neyinir? Öyrənir. Və foni nə deməkdir? Foni səs, tikasa elm sözlərindən əmələ gəlir. Ahəng qanunudur, vurğudur, hecadır. Bax, bunlar fonetikanın mövzularına daxildir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır və danışıq səsləri danışıq vasitəsilə əmələ gəlir və bunları özünüz üçün əlavə məlumat kimi oxuyarsınız. Danışıq səsləri şifahi nitqin vahidləridir. Yazıda isə onun əksinə nədən tapır? Hərflərdə tapır. Hərfi yazırıq, görürük, səsi deyirik, eşidirik və səsi bu işarənin, yəni transkripsiya işarəsindən istifadə edilir. Səsi göstərmək üçün. Sözün hərf tərkibi və səs tərkibi deyilir. Biz bilirik ki, sözün hərf və səs tərkibi iki cür fərq olur. Kəmiyyət fərqi, keyfiyyət fərqi. Bugün bunun izahını vermişim. Kəmiyyət fərqi nədir? Sözdə hərf və səslərin sayca. Kəmiyyət nə demək? Riyaziyyata keçirik. Sayca fərqlənməsidir. Məsələn, bu da iki yolla düzəlir. Bir, səs artımı vasitəsilə, bir də səs düşümü vasitəsilə. Məsələn, radio sözü var. Burada 5 hərfimiz var, amma səsdə nədir? Radio, 6 səsimiz var. Yəni, yazılıq və deriş arasında bir səsin çoxluğu var. Demək ki, burada nə var? Kəmiyyət fərqi var. Kəmiyyət fərqi iki yol əmələ gəlir dedik, səs düşümü ilə, səs artımı ilə. Məsələn, təəssüf sözünə baxaq. Burada qoşa ədən biri düşür, biri uzanır. Sayırıq. Məsələn, hərfimiz neçədir? 1, 2, 3, 4, 5, 6. 7. 7 hərfimiz var, 6 da səsimiz var. Və bu, demək, səslər hərfdən azdır. Səs düşümü var. Səs artımı isə, məsələn, ailə sözündə 4 dənə hərfimiz var, 6 da, 5 də səsimiz var. Və burada da səs hərflərin sayı, səslərin sayı hərfdən çoxdur. Və səs artımı var. Yenə burada izah etməyə çalışım. Dedik ki, kəmiyyət fərqi nədir? Kəmiyyət fərqi sayca hərflə səsin sayca fərqlənməsidir. Kəmiyyət fərqi səs və hərfin sayca fərqlənməsidir və o iki yolla əmələ gəlir. Bir səs artımı vasitəsilə, səs artımı, bir də səs düşümü vasitəsilə. Nə deməkdir bu səs artımı, səs düşümü? Məsələn, yazılmışdı ki, radio. Bu səsi tələffüzü olur, radio şəklində olur. Sayırıq, 2, 4, 5. 5 hərfimiz var. 5 hərfimiz var. 2, 4, 6. 6 səsimiz var. Burada neynədir? Səs artdı. Buna deyirsən səs artımı. Və kəmiyyət fərqi var. 5-dirsə, burada da 5 olanda biz deyirik ki, kəmiyyət fərqi yoxdur. Amma 5 hərfimiz, 6 səsimiz varsa, bunların sayca fərqlənir. Kəmiyyət fərqi var. Səs düşümüdə də ola bilər. Məsələn, yazaq saat. Tələffüz zamanı qoşalardan biri düşür. Olur saat. Biri düşür, biri uzanır. Neynir? Burada da baxırıq. Saat 4 hərfimiz var, 3 səsimiz var. Və nə yaranıb? Kəmiyyət fərqi yaranıb. Burada da kəmiyyət fərqi yaranıbdır. Yəni, iki yolla əmələ gəlir. Səs düşümü, səs artımı. Onların da hamısının bir-bir izahını verdim. Sonra, keyfiyyət fərqi nədir? Keyfiyyət fərqi də səslərin dəyişməsidir. Keyfiyyət fərqi. Məsələn, buradan izahını verməyə çalışayım.
Keyfiyyət fərqi dedik, sadəcə fərqlənməsidir. Keyfiyyət fərqi isə səslərin dəyişməsidir. Məsələn, it, ki yazılır. Tələffüzdə olur nə? İt, ci. Aha. Burada k, c çevrildi mi? Demək nə idi? Burada hərfin başqa hərfə çevrilməsi olur nə? Keyfiyyət fərqi. Keyfiyyət fərqi. Və hər səs düşümü, hər səs artımı olanda biz orada deməyəcəyik ki, burada keyfiyyət fərqi var. Yəni axıra kimi oturub, hərfləri sayıb, səbr edib, hərfləri bir-bir saymalıyıq. Yəni baxmalıyıq ki, hərflə sayın, səslərin sayı eyni olsun. Əgər eynidirsə, biz deyirik ki, burada keyfiyyət fərqi yoxdur. Məsələn, yazmışdım. Təəssüflə. Təəssüflə yazılır. Tələffüzdə olur. Təəssüf. Aha. Lə. Nən. Təəssüflə. Burada səs düşümü görən kimi demək ki, burada keyfiyyət fərqi var. Səbr edək. Sayaq 2, 4, 6, 9. 9 hərfimiz var. Sayırıq 2, 4, 6, 9. Aha. 9, 9. Burada keyfiyyət fərqi yoxdur. Səsin biri düşüb. Ancaq bununla əlaqədar nədir? Bir dənə hərfimiz, səsimiz artıbdır. Yəni biri düşüb, biri artıbdır. Ona görə burada səslə hərfin sayı bərabərdir. Və baxırıq burada keyfiyyət fərqimiz də var. Nəyə görə? L nəyə çeviribdir? N-ya çeviribdir. Öz keyfiyyətini dəyişibdir. Demək bu sözdə həm kəmiyyət, həm keyfiyyət fərqi var. Sonra bunu izah elədim. Bir sözdə eyni anda həm kəmiyyət, həm keyfiyyət fərqi ola bilər. İzahını verdim. Ola bilər. Məsələn, yazıldı ki, babamla sözündə L hərfinin, babamla sözündə L hərfi N səsini dəyişib. Demək sözdə keyfiyyət fərqi var. Bir sözdə eyni anda həm kəmiyyət, həm də keyfiyyət fərqi olmaya bilər. Şərt deyil ki, bir sözdə həm kəmiyyət, həm keyfiyyət fərqi olsun. Məsələn, itayətdir, palatadır, vitamindir. Bu sözlər yəni heç bir deyilişlə yazılış arasında olmur. Və qeyd edin ki, uzanma işarəsi 2 nöqtə şəklində olur. Uzanma yazılışla deyiliş arasında fərq yaratmır. Sonra saitlər, danışıq səslər 2 yerə bölünür. Saitlər, samitlər, ağız boşluğunda maniyəsiz tələffüz olunur. Samitlər maniyəli tələffüz olunur. Sonra saitlər hecanı yaradır. Samitlər hecanı formalaşdırır. Saitlər vurğu qəbul edir. Samitlər vurğu qəbul etmir. Saitlər uzun tələffüz edilir. Samitlər uzun tələffüz edilmir. Sonra əmələ gəlməyində ki iştirak etmir saitlərdə və s. Nə deməkdir? Bu hecanı yaradan, hecanı formalaşdıran nə deməkdir? Bir daha buna qeyd edək. Bu toxunmuşam. Məsələn, biz hecaları saitə görə götürürük. Məsələn, belə bir hərf yazılsa, biz burada demirik ki, burada heca var. Hecanı yaradan nədir? Saitdir. Ancaq hecanı formalaşdıran da samitlərdir. Məsələn, yazım A. Yenə burada da heca deməyəcəyik. Nəyə görə? Çünki samitin hesabına formalaşır. Hecanı formalaşdıran samitlərdir. Hecanı yaradan isə saitlərdir. Bunu yadınızda saxlayın. Saitlərimiz hansıdır? 9 saitimiz var. Onu qeyd elədim. Sonra və qalındır, incədir. Qalının digər adı nədir? Dil arxası. İncənin digər adı nədir? Dil önü. Mən desəm ki, dil arxası saitlər yazın, qalın saitləri yazarsınız. Dil önü saitlər deyin, incə saitlər deyərsiniz. Bizə E səsi var ki, E. Bu, dilin ortasında yaranır. Amma yenə bununla bərabər biz onu dil önü saitlərin cərgəsinə əlavə edirik. Açıq saitimiz var, qapalı saitimiz var, dodaqlanan var, dodaqlanmayan var və bunları da əzbərləmək sizin öz öhdənizə düşür. Sonra saitlərin uzun tələffüzü var. Saitlərimiz uzun tələffüz edilir, samitlər yox. Saitlər uzun tələffüz edilir. Və saitlərin uzun tələffüzü bu işarə tərkibində qoyulur. Bütün saitlər uzun tələffüz edilmir. I ilə Ü saitləri tələffüz edilmir. Amma qalan digər saitlər uzun tələffüz oluna bilər. Amma dedim ki, üfüqü sözündəki ikinci Ü neyinir?
uzanma. Demək, bir dənə istisna sözümüz var ki, üfüqi sözündəki ikinci ü uzanır. Sonra uzanmanı yenə başa salım. Uzanmanın bir sözü nə qədər uzatsan, mənaya heç bir xələl gəlmir. Məsələn, bir dənə götürək tətil sözünü. Uzadaq. Tətil. Görürsünüz, heç bir mənaya, uyğunsuz yaratmır. Ancaq iyi uzadaq tətil sözündə. Tətil. Yəni, burada biz uzada bilmirik. Amma uzanmanı nə qədər istəsə biz uzada bilərik. Yəni, uzanmanı buna görə də tapa bilərik. Uzanma dedik, yazılışla deyiliş arasında fərq yaratmır. Sonra, burada qeyd olunub. Ü saiti, üfüqi sözündəki bu üdə uzanma edilməsi istisnalıdır. İstisna da bilirik ki, qaydaya daxil olmur. Sonra, bunu izah verdim. Ov, öv birləşməsini, öh-əh birləşməsini izah elədim ki, bu birləşmədə heç bir dəyişiklik olmur, birləşmənin özündə olmur. Məsələn, cövhər olduğu kimi qalır, çovğun olduğu kimi qalır, Novruz olduğu kimi qalır. Məsələn, şöhrət olduğu kimi qalır, söhbət, yəni öh-lə əh hissəsini deyirəm. Amma desək ki, öh-əhdir, ov-övdir, bu birləşməli olan sözdə heç bir keyfiyyət fərqi yaranmır. Bax, bu yanlış olacaq. Nəyə görə? Çünki baxırıq bura. Şöhrət sözünə baxırıq. Öh hissəsində yoxdur, fərq yoxdur. Amma sözün sonunda fərq ola bilər. Burası sizin aydın qalsın, yadınızda qalsın. Sonra açıq hecanı dedim, qapalı hecanı dedim. Bir daha izah edim, açıq heca nədir, qapalı heca nədir. Onları izah edim. Məsələn, yazaq qələm. Qələm. Hecalara böldük. Əgər saitlə, hecamız saitlə bitirsə, açıq heca olur. Samitlə bitirsə, qapalı heca olur. Və deyirik ki, vurğu da əsasən açıq hecanın üzərinə düşür. Amma, məsələn, bu sözlərimizdə xasə, sonra maddə, bu sözlərimizdə uzanmamız hara düşdü? Qapalı hecaya. Bunu da yadınızdan saxlayarsınız. Sonra uzanmaya görə məsələn deyirdi ki, burada bax yazılıb burada xassə, maddə sözləri də burada qeyd olunubdur. Yadınızda qalsın. Sonra dedim bu sözlərimiz var ki, bizə neyinir? Uzanma kimi görsənir ki, bu sözdə uzanma var. Ancaq bu sözlərimizdə uzanma yoxdur. Bu sözləri əzbərləməlisiniz. Sonra uzanma ilə bizim vurğumuz eynicəyə düşmür. Amma istisna sözlərimiz var. Bəzi, bəzən, daim, daima, yəni, lakin, bəli. Bu sözlərdə vurğu ilə uzun tələffüz üst-üstə düşür. Bir sözdə 2 dənə uzanma ola bilər. Məsələn, tabelidir, dəvətnamədir. Sonra, axırı namə olan sözlərdə çox zaman 2 dənə neyinir? Testlərimizi işləyəndə hamısı rast gələcəyik. Həmən testlərdən 2 tələffüz olunur. Sonra, bax, burada da qeyd olunub ki, öv, həv birləşməli sözlərdə yazılış və deyiliş fərq ola bilər. Bu zaman fərqi ovla öv hissəsində axtarmalı deyilik. Sonra uzanmaya görə mənası dəyişən sözlərimizdir. Qeyd eləmişdim, nərə, əyan, dava, bəzən. Məsələn, nərə uzanma yoxdursa balıq növüdür, uzanma varsa qışqırıq deməkdir. Əyan, uzanma varsa, uzanma yoxdursa açıq aşkardır, uzanma varsa zətəgən deməkdir. Dava da uzanma yoxdursa dərman mənasında, uzanma varsa müharibə. Bəzən, məsələn, özünə bəzək vurmaq fiil, bir də bəzən uzanma varsa Rabbim. Və desək ki, soruşsa ki, aşağıdakı sözlərdən hansılarda uzanması həm uzanmasına görə, həm də nitq hissəsində mənsubluğu dəyişir. Onda biz bəzən sözünü götürəcəyik, çünki birində feil olur, birində zərf olur. Və soruşsa ki, aşağıdakı sözlərdən hansı uzanmaya görə mənası dəyişsə də, nitq hissəsi dəyişmir. Onda da bax, bu 3 sözü, əyan, nərə, bir də dava sözlərini götürəcək. Sonra qoşa saiti sözləri haqqında danışdıq. Qoşa saiti sözlərimiz 2 cür olur. Eyni cinsli, müxtəlif cinsli. Eyni cinsli qoşa saitli sözlərdə qoşa sait bir uzun sait kimi tələffüz olunur. Məsələn, inşa sözündə qoşalarımız var. Biri düşür, biri neynir? Uzanan fərqləri olur. Bu dəfə mən onu
Dedim ki, qeyd eləyərsiniz. Hamınız da yəqin ki, qeyd eləmişdiniz. Qoşa olar 3 formada. Qoşa, məsələn, sahtə sözlərimiz 3 formada ola bilər. Birinci forma. Məsələn, A, 2A. Tələffüzdə biri düşər, biri uzana bilər. Bir formada. 2. Məsələn, yazaq bura maaş sözünü. Oldu nə? Maaş. Sonra qoşalardan biri, elə ikisi də qala bilər. Məsələn, A. Məsələn, deyə bilərik, Nina, atan. Bu, ən çox hansı sözlərdə olur? Mürəkkəb sözün qovşağında yaranır. Üçüncü tələffüzü. İkisi birlikdə bir hərflə ifadə oluna bilər. Məsələn, yazılır kooperasiya. Tələffüzdə olur ka-pe-ra-siya. Bu K hərfidir. Tələffüzdə K və K-nın başına ştrixini nə etməlisən? Qoymalısan. Neçə formada oldu? 3 formada. Yadınızda saxlayın. Sonra müxtəlif nizli qoşu sahtə sözlərimiz var ki, bax, yenə dedim sizə, yadınızda saxlayın ilərlə. Baxın, qeyd olun. Bura baxın. Hamısında görürsünüz i var. Bizcə A-üdə fərqi var. Bu sözlər i olanda i artırılır. Təqaüd, dialoq, radium, idiom. Ancaq bu sözlər, bu hərfləşmələrdə olduğu kimi qalır. Görürsünüz, bunların heç birində i yoxdur. Yadda qalmağın yolunu deyirəm. Burada isə hamısı olduğu kimi qalır və bu sözləri də əzbərləməlisiniz. Sonra mürəkkəb sözlərimiz var. Xaloğlu, əmoğlu, bacıoğlu, dayıoğlu. Bunların hamısında müxtəlif cinsli qoşa samitlərdən biri düşür, biri isə nə edir? Biri düşür və sənin burada uzanma olmur. Sonra bax, bu sözlərimiz var ki, bu sözlər də əzbərlənəsi sözlərimizdəndir. Heç bir bunlarda nə edir? Fərq olmur. Sonra o, i, u saitlərdən danışaq. O saiti bəzi alınma sözlərdə o kimi, bəzən a kimi tələffüz edilir. Diqqətlə qulaq asın. Nə zaman o, nə zaman a kimi tələffüz edilir, onu deyib. Əgər o sözü vurğu qəbul edirsə, vurğu öz üzərinə düşürsə, o olur. Vurğu qəbul etmirsə, a kimi tələffüz olunur. Məsələn, bax, model yazılıb, model deyilib. Nəyə görə? Çünki vurğu nəyə düşür? N-in üzərinə düşür. Amma burada bax, orden sözü orden. Arden olmur. Nəyə görə? Çünki vurğu nəyə üzərinə düşübdür? Onun üzərinə düşübdür. Ona görə vurğu öz üzərinə düşürsə, o olur. Başqasının üzərinə düşürsə, a kimi tələffüz edilir. Bizə okean sözü bu qaydaya tabi olmur. Yəni, burada o sözü vurğu qəbul etmir. Əksinə, bu okean deyilməlidir. Ancaq bu olduğu kimi də tələffüz edilir. Sonra bax, bu sözləri əzbərləməlisiniz. Çox belə qarışdıran sözlərimizdəndir. Üç saitli sözlər, iş saitli sözlər. Bunların yazılışlarını öyrənməlisiniz. Məsələn, buradakıların hamısına baxmalısınız. Üfüq sözündə görürük 2 dənə üynəndir. Amma ümid sözündə ümiddir, iynəndir. Bax, bu sözlər əzbərlənəsi sözlərimizdəndir. Sonra elə sözlərimiz var ki, bu uzanmır, vəfadır, səfadır. Amma bunlara ön şəkilçi artıranda və yaxud leksi şəkilçi artıranda nə edir? Uzanma yarana bilər. Vəfa, vəfalı, səfa, vasəfə və s. Bizim dərsimiz bu qədərdir. Saitlərə kimi keçdik. Saitləri hamısını, buradakıların hamısını yenidən oxuyursunuz. Və növbəti dərsimiz samitlər haqqında olacaq. Sağ olun, salamat qalın.